Salam, hər vaxtınız xeyir olsun. Mən riyaziyyat müəllimi Ayta Kəsanova. Blok tipli belə bir sualın izahına baxırıq. Bizə deyirlər, müsbət hədli ayın ədədi silsiləsində A11 plus A12 plus A13 bərabərdir. A11 vurulsun A12 olarsa, silsilənin ilk 21 həddinin cəmini tapın. Deməli, bu düstura əsasən A12 bərabər olur ki, A11 plus A13 bölünsün 2'ye. Onda buradan da çarpaz vursaq alınır 2A12 bərabərdir A11 plus A13. Və burada A11 plus A13'ün yerinə 2A2 qoyarıq. Bir dənə də A12 var deyənə olur 3 dənə A12 bərabərdir. A11 vurulsun A12. Hər tərəfdən A12'ni ixtisar etsək, alınır ki, buradan A11 bərabərdir 3'ə. S-in düsturuna əsasən S21 bərabər olur ki, 2A1 plus 20D bölü 2 vurulsun 21 bərabərdir. Hər tərəfi 2'yə bölsən alınır A1 plus 10D deməli vurulsun 21'e. A1 plus 10'de sənə A11'i verir, yerinə qoyursan, alınır ki 3 vurulsun 21, bu da bərabər deyilir 63. Yəni olur A bəndi. Bugünkü izahımız bu qədər, sağ olun.